İnsan ata-anasına məhəbbət eləmağının savabı çoxdur. Hətta atanın üzünə baxmaq, ananın üzünə baxmağın savabı var. Bəzən duyğu kimin baxır, duyğu kimin. Bu bir qəddir. Bəzən ilahi bir öhdəçilik kimin baxır. Allah razılığında bu əməli ilə cəlb eləyir. Bu iki qət oldu. Bəzən bu baxışı ilə atasına bir həyatda bir ümid də verir. Atasının çün buna zəhmət çəkib, bir o zəhmətlərinin bir hissəsini qeytərir. O iki Həzrət İbrahim buyurdu, Allah mənim ata-anamı ki zəhmət çəkiblər mənə, onlara rəhmətüvi göndər. Görürsən, bir əməl neçə qət olur. Kərbəlanın əvvəl nüktəsi budur. Kərbəla hadisəsi biraz neçə qətli hadisədir. Həm insani dəyərlər məsələsi var, həm ictimai islahat məsələsi var, cəmiyyətdə dəyərlər məsələsi var, həm din məsələsi var, həm Bəni Ümeyyə məsələsi var, hamısı vardır. Ona görə Kərbəla tarixi deyil, fəqət tarix deyil oxuyuruq, məktəbdir. Bəzən insan bir roman oxuyar, vaxtın geçsin. Kərbəla vaxt geçitmək üçün deyil. Minimumu savabdır. Minimumu savabdır. Əgər insan Kərbəladan bəhrələnsə, rüşdüdür. Bəhrələnsə, yola düşər. Seyyid-ü-şühədadan nuraniyyət alar. Seyyid-ü-şühədadan mənəviyyət alar. Öz başına deyil, hədislərdə var, Kərbəla türbətinə insan səcdiləsə, 7 qət hicablar aradan gedər. İnsanda olan hicablar nədir? İnsan nə manedir haqqa çatmağa? Deyir o 7 qət manelər həyatında gedər. Bunları izah eləyəcəyik. Məqsədim budur ki, Kərbəlaya bu cür baxmalıyıq. Bu cür baxsaq, Kərbəla axar bulaqdır. Əbədiliği da budur. Kərbəla təkcə matəm deyil, Kərbəla təkcə hüznü kədər deyil, Kərbəla bir Allah ovliyasının seçdiği bir addımlardır. Kərbəla düşünülmüş bir hərəkətdir. Kərbəla bir ilahi bir insanın, bir şəxsi ki Allah tərəfindən bir ilahi məsuliyyət özünə qəbul edibdir. Cəmiyyəti də islah eləsin, dinin də hifz eləsin, özünü də yuxarıya çıxasın. Pələncə bir düşünülmüş hərəkətdir. Amma şəm kimindir, kədər tərəfi də var da, ağlamaq tərəfi də vardır. Amma o nur tərəfi daha önəmlidir. Şəm əriyər, amma əriyə işıq verər, əriyə nur verər. Kərbəla da öcürdür. Şəhid ola məktəb yaradıbdır. Qələmdə, kağızda deyil, kitab deyil, yaşayışdır. İnsan bəzən kitabda yaxşı sözlər yazar, yaşamaqda yazanmaz. Kərbəla yaşayışda bir ilahi hərəkətdir, Allaha tərəf addımdır.